Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 2 və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha 2 əməkdaşı Elşad Məhrumov və Natiq Əliyevin cinayət üzrə məhkəmə istinaqı yekunlaşıb. Unikalın verdiyi məlumata görə Sumqayıt şəhər məhkəməsində hakim Fərid Əsimiyevin sədri ilə keçirilən prosesdə dövlət ittihamçısı Emil Murquzov ittiham nitqi ilə çıxış edib. Prokuror məhkəməyə təqsirləndirilən şəxslər Ceyhun Salmanov və Elşad Məhrumovun 4 il, Natiq Əliyevin isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Vəkillər müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Daha sonra məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib. Hökmə əsasən Ceyhun Salmanova 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Lakin ona Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb. Elşad Məhrumov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin ona Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb. Və son olaraq Natiq Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin ona da Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilməklə məhkəmə zalından azadlığa buraxılıb. Xatırladaq ki, Qurtuluş Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisinə yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb. İlkin istintaq tədbirləri nəticəsində Ceyhun Salmanov, Elşad Məhrumov və Natiq Əliyev təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub və barələrində prokurorun təqdimatı əsasında Sumqayıt şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhrumov və Natiq Əliyevə qarşı Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 2 və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə maddələrlə ittiham irəli sürülüb. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.